Dünyada bir çox YouTube'da, platformda daha da irəliləmək istəyənlər var. Amma sən onun içində niyə deyilsən? Uşaq vaxtından YouTube həvəsi ilə böyümüsən, amma indiki yaşda heç bir şey eləməkdən qorxursan. Bəli, bu gün YouTube'da, YouTube platformunda sıfırdan YouTube necə olunur onu göstərəcəm və sizə kanıtlayacağım. Sıfırdan 100-ə, yəni ki, başdan sona. 3 mərhələyə ayrılacaq və 3 mərhələnin 3-ünü də tək-tək sizə göstərəcəm. Kaş birisi önə çıxıb deyərdi ki, mən də YouTuber olacağam. Və mən oldum və sizə kanıtladım və indi isə sıra sizdədir. Yavaşdan keçək. 3, 2, 1. Kanalıma abunə ol. YouTube'da gelişmək üçün sizə ən vacib ekipmanlar deyil, ləvazimatlar deyil, ən əsas beyindir. Yəni siz nə qədər qəşəng içerik çıxarsanız, video çıxarsanız, insanlar o qədər o videoya tıklayıb sizə gəlir qazandıra bilər. Bəli, mən bu YouTube platformuna gəlir üçün girmədim. Mən sadəcə insanlara macəra dolu bir videolar üretmək üçün və bilim amaçlı bir videolar üretmək üçün girdim. Sən də bunu edə bilərsən. Sadəcə mənim elədiklərimin eynisini sən də etsən, sən də bu həddə ulaşa bilərsən. Bəli, umarım videom xoşuna gedər. Videomun altda abunə ol tuşuna basıb və like atmağı unutma ki, belə videolarımız davam etsin. İnşallah sən də 100.000 abunəyə görərsən. Bay bay. YouTube'da gelişmək üçün sənə ən vacib olan şey bəzi ləvazimatlardır. Bəli, mənim də bir çox ləvazimatlarım yoxdur. Məsəl üçün mikrofon, bu qulaqçıqdır və qulaqçığa mikrofonla istifadə edirəm. Ən yaxşı bir müddətdə mikrofon alacağam. Bu kompüteri bura qoymağımın səbəbi isə daha yaxşı içeriği görməniz üçündür. Mən kompüterdə biraz problem olduğu üçün mən orada girib göstərmədim. Buradan sizə hər şeyi göstərəcəm. Kanalıma abunə olub like atmağı unutmayın ki, belə videolarımız davam etsin dostlar. Yavaşdan göstərək. Deməli, profilə çox da fikir verməyin. Uşaqlar, mən yavaşdan sizə göstərəcəm və siz də mənim elədiyim addımları tək-tək eləyin və bu sayədə siz də YouTuber olun. Varsa sən kompüterdən və yaxud da telefonun varsa sən telefondan edə bilərsən. Mən bunu uşaqlar kompüterdən eləyəcəm. İlk öncə nə edirsiniz? Burada əgər bu sizdə kompütersə Google-da var burada. Mən isə buradan Microsoft Edge var, bir də Google var. Mən burada Google-a girirəm və bura axtarış saytına YouTube yazaraq Google-un rəsmi olaraq saytlarından biri olan YouTube platformuna giriş edirəm. Bir dakika. Şimdi bu açılacaq və mən də ona görə bir dəqiqə burada seçək, birisini seçəcəm. Elə belə atdım. Bir dakika. Bəli, buraya nə yazırıq? Diqqətlə qulaq asın. Yəni biraz. Bəli, YouTube-a çıxdı, YouTube-a basırıq və YouTube-un rəsmi olaraq bu saytına daxil oluruq. Və bu sayədə YouTube'a biz giriş edirik. Bəli, mən ilk dəfədə bu kompüterdə YouTube'a girmirəm. Sadəcə hesabımdan çıxdım. Və bəli uşaqlar, burada sizə belə bir şeylər sunur. Burada biz birinci kanal açacağıq. Onun üçün bura gəlirik. Oturum aç. Və yaxud da burada siz var. Biz sizə tıklayaq, siz. Və burada favori videolarınızın keyfini çıxarım var. Amma biz ondan öncə nə etməliyik? Oturum açmalıyıq. Onun üçün də ana sayfadan oturum aça basırıq və bu sayədə bir dakika. Burada hesabımın şifrəsi çıxdı deyə belə bir şey eləyəcəm. Sonrakı var burada. Sonrakıya basırıq. Yəni ki, burada bir kimlik seçməliyik. Onu seçməliyik birinci. Burada başqa bir hesab kurma, yəni başqa bir hesab var. Onu eləməlisiniz. Burada elə belə e-posta atın. Yəni elə belə də. Mən burada hesab oluşturum var, yəni hesab oluşturduğuna basırıq və kişisel kullanım için var, onu basırıq. Onu basdıqdan sonra isə burada adımızı deyir. Burada məsəl üçün bura yazım mən Murad, elə belə atdım. Burada yazaq ki, məsələn soyadı, nə yazaq soyadı? İbrahimov. Murad İbrahimov deyə belə hesab elədik və bunları atırıq biz. Gün məsəl üçün 12 eləyək, ayı Şubat eləyək, il isə
996 eləyək. Təbii ki, bu da bizdən bir şey istəyir. Cinsiyyət isə təbii ki, buradan erkek yapıyoruz və sonrakıya basırıq. Və bizə e-posta adresidir. Yəni ki, yeni bir Gmail eləməliyik. Elə belə bir Gmail atın. Mən burada elə belə bir Gmail atacağım və sizlərlə qarşınızda olacağım. Belə bir hesab oluşturduq və sonrakıya basırıq. Burada təbii ki, Google-un bizə və YouTube-un bizə verdiyi şartlar qəbul edəndən sonra isə bizim artıq rəsmi olaraq YouTube kanalımız açıq olur. Gördüyünüz kimi belə bir YouTube kanalı açdıq biz. Burada isə gördüyünüz kimi belə YouTube kanalımıza daxil oluruq və YouTube Studio'dan kanalımızın düz şeyinə gəlirik. Burada nə edirik? Profil resmi seçəcəyik. Adımızı və hər şeyimizi dəyişdiririk burada təbii ki. Onu necə edək? Belə edək onu. Onu özünüz eləyə bilərsiniz. Baxın, belə dəqiqə resim seçə bilərsiniz. İstəyirsə bir dənə resim seçəm mən. Baxın, bizə burada şeylər sunur. Məsəl üçün, mən burada seçim bunu. Belə bir şey seçəyim məsəl üçün. Tamamlandı deyək. Bu bizim yəni profil resmimiz oldu. Burada sizin başqa seçdiyiniz profil resmi də ola bilər. Bəli, artıq profil resmi hazırdır. İndi isə bir dəqiqə resmi niyə yüklənmədi? Dəqiqə, onu da bilgisayardan seçək. Uşaqlar, mən burada eləyə bilmədim. Nəysə, burada resminizi seçirsiniz. Məsəl üçün, mən bunu Murad belə İbrahimi bunları dəyişdirməyəcəm. Özünüz burada dəyişdirə bilərsiniz. Kanalımıza oluştura basırıq və burada bizim kanalımız yüklənir. Bəli, kanalımız burada yükləndi. Bu da bizim kanalımızın profil resmi, odusudur, busudur. Və gördüyünüz kimi 1 Haziran, yəni heç nə, yəni sıfırdır. Bəli, bu kanalı niyə açdım? Bu kanalda necə video üretilir? Hər şeyi artıq sizə deyəcəm. Burada sizə ən çox CapCut və video editoru önərirəm. Bu arada bir sponsor deyil. Burada gördüyünüz kimi video editir. O, bu var. Alt yazı və ses. Telef haqqı var burada. Hər şeyinizə yavaşca baxmalısınız. Niyə? Çünki elə belə heç nə zərəri yoxdur. Yenə də baxın. Mən yenə də elə belə baxacağım. Analizik, yəni analiz. Heç bir video paylaşmamışıq, onun içində ola bilər. Və mövcud abunə sayısı 0. Biz bura abunəyə yavaş-yavaş yapışdıracağıq. Burada istəyirsinizsə elə belə bir video yayınlayım mən. Nəysə uşaqlar, artıq kanal açma budur və YouTuber artıq siz YouTubersınız. Əgər istəyirsinizsə, bəs mən necə YouTube'da video çəkim, video editləyim? Hamısını istəyirsinizsə gələn ki videoya gözləyirik. Bu bizim elə belə kanaldır. İstəyirsinizsə bu kanalda elə belə böyüdə bilərik. Və gördüyünüz kimi bu arada 10.000 abunəyə çox az qalıb. Varsa 20 ya da 10 abunə zət qalıb. 10.000 abunədə dediyim kimi o super video hələ də yəni yoldadır. 10.000 abunə keçəndən sonra 3 sürpriz videoya gələcək təbii ki dediyim kimi. Burada gəlir də olmalıdır əslində. Prosto gəlir hardadır onu mən tapmadım. Hə, para kazanma. Bunların da bəzi şeyləri vardır. YouTube kazanç gəlir əldə etməyə başlayan zat var. Təbii ki, buranı da biraz elə belə söhbət deyil. Bunu da ciddiyə almalısınız. Alışveriş, hər şey burada tapmalısınız. Birinci, uyğun olmanız üçün 1000 abunəyə ulaşmalısınız. 1000 abunəyə. İndi isə mənim, bunu bitirək, indi isə mənim YouTube kanalımda neçə abunə oldu ona baxacaq. Amma sizcə gəlin elə belə baxaq. Və bundan da abunə olaq ona. Bir bundan çıxaq. YouTube Studio'dan bir çıxaq. Artıq bizim belə bir YouTube kanalımız var. Buraya yazaq. Niplex. Çıxacaq mı? Bəli, çıxacaq. 9098'dir. Belə bir şeydir. Baxaq. Okey, düzdür. Və sizə bir şeydən bəhs edəcəm ki dostlar. Burada qəşəng bir şey oldu. Baxın. Shorts videosunda bilirsiniz ki mən ən çox izlənən videom buydu. Bir daha baxmayın. 500.000 onu bilənlər bilər. Sizə indi isə necədir? 1 milyon. Bəli. 1 milyon artıq bizim izlənən bir videomuz var. Təbii ki telif haqqı yeməmək üçün bunu bağlayacağım. Və gördüyünüz kimi 1 milyon 5 və 811 görüntüləmə, 38.000 bəyənmə və 886 yorumlar. Mən bundan nə qədər qazandım, heç onu özüm də bilmirəm. Niyə? Çünki
Mən hələ ki YouTube-dan para qazanmaya çalışmışam. 10.000 abunədə açacağam hər. Və gördüyünüz kimi bütün atdığım videolar babat izlənir. Çox sağ olun ki, siz mənə dəstək olursunuz. Burada başqa nəsə varmı? 9000 dəqiqə. Oğlum, nə yapıyorum? Məsələn, buradakı bir dənə videonu götürüb biz öz kanalımıza yayınlaya bilərik. Hansı videonu götürək məncə? Hansı videonu götürək? Bu 15.000-ni götürə bilərik. Bu 15.000 götürək və öz videomuza yayınlayaq. Uşaqlar, buradakı videomuzu götürüb başqa bir şeyə paylaşa bilərik. Onu da gələnki videoda eləyəcəm. Nəysə, videoda nə elədik? Videoda kanal açdıq və videoda bəzi kanal haqqında nə eləməliyik onu anlatdıq. Və məncə isə video yaxşı da alındı. Qəşəng də izlənər inşallah. Bu arada dinozavr haqqında məlumat var, onu da eləyə bilərsiniz. İstəyirsiniz bunu deney kanalı da eləyə bilərik. Baxaq görək bir həftədə bu Murad İbrahimov kanalı nə qədər qazanacaq və yaxud da nə eləyə biləcək. Onun haqqında da qəşəng videolar çəkə bilərəm. Burada belə şeylər var, təbii ki, bunlar da olmalıdır. Və açıqlama, dil, hər şey, yəni hər şey. Və okey dostlar, videomuzu bura qədər. Kanalımıza abunə olub like atmağı unutmayın ki, belə videolarımız davam etsin. Gələnki videomuzda hər şeyi, yəni deyəcəm. Və bu arada da mən CapCut elə belə yükləmişəm. CapCut var burada və bəli dostlar. Videomuz qısaca bura qədər idi. Kanalımıza abunə olub like atmağı unutmayın ki, belə videolarımız davam etsin. Sağ olun, salamat qalın. Bay bay. Mən Niplix. Buna baxın, bilməm.